Gəlin bu tənliyi həll edək, lakin 2 modulun olması gözümüzü qorxutmasın. Bilirəm ki, modulun cavabı əgər 7-dirsə, o zaman modulun içində duran nə varsa, hamısını bir dəfə müsbət 7-yə, bir dəfə mənfi 7-yə bərabərləşdirib həll edəcəm. Gəlin getdik. Deməli, modulun içində duran, modulda x çıxılsın, 5 çıxılsın 3 ifadəsini bir dəfə müsbət 7-yə, bir dəfə də eyni ifadəni mənfi 7-yə bərabərləşdirib normal şəkildə həll edəcəm. Yəni burada modul x çıxılsın 5. Mənfi 3-ü bu tərəfə atacağım. Olacaq müsbət 3 və 7 üstə gəlsin 3 edəcək 10. İndi yenə də modulun içindəki x çıx 5-i bir dəfə müsbət 10-a, bir dəfə də mənfi 10-a bərabərləşdirib həll edəcəm. Buradan x1 bərabərdir. Mənfi 5-i o üzə atsam, 5 üstə gəlsin 10, yəni 15-ə. Buradan da x2 bərabərdir. Mənfi 5-i o tərəfə atsam, mənfi 10 üstə gəlsin 5 və x2 bərabərdir mənfi 5-ə. Bu mənim birinci köküm, bu mənim ikinci köküm. Gəlin digər tərəfi həll edək. Modulda x çıxılsın 5 bərabərdir. Mənfi 3 digər tərəfə gedəcək, olacaq müsbət 3 və buradan modulda x çıxılsın 5 bərabərdir mənfi 4 alınacaq. Və bilirik ki, modulun cavabı mənfi ola bilməz. O zaman buradan kök yoxdur, boş çoxluqdur. O zaman bizim iki kökümüz var. Biri 15, digəri isə mənfi 5.